Salam hər birinizi. 9-cu sinif OTK sınağından bir nümunəyə baxırıq. Uşaqların ən çox çətinlik çəkdiyi kvadrat funksiyadır. Bunu iki yolla getmək olar. Bir, koordinatlarla gedə bilər. Digəri isə təpə nöqtəsinin koordinatları ilə. Təpə nöqtəsinin koordinatları 2, -5 şəklindədir. Onda biz funksiyanı, yəni fx-i bu formada yaza bilərik. X minus 2-nin kvadratı çıxılsın 5. Bunun qarşısına da bir dənə a-nı yazırıq. Çünki qarşısına a olacaq. İndi bizə digər tərəfdən də verib ki, y-i -3-də kəsir. Y-i kəsmə nöqtəsi x-i 0, y-i -3-dür. Gətirib onun həmən nöqtəni burada nəzərə alsaq. Yəni -3 bərabərdir a vurulsun. Bura 0 yazsaq, 2-nin kvadratı olur 4 çıx 5. Yəni 4a bərabərdir. 5-i də bu tərəfə keçirdik 2. A da bərabərdir oldu 2-də 1. A-mız 2-də 1-dir. Onda bizdə fx funksiyamız bu şəkildə olasıdır. 2-də 1 vurulsun x çıx 2-nin kvadratı çıx 5. Bizdən isə f a-nı soruşur. Yəni f a-ya 2-də 1 tapmışıq da f 2-də 1-i soruşur. X-in yerinə yəni 2-də 1 yazıb hesablayırıq. Vurulsun 2-də 1 çıx 2-nin kvadratı çıxılsın 5. Sadələşdirsək 2-də 1 vurulsun. Buradan çıxanda olacaq 1,5. 1,5-in kvadratı 2,25 çıx 5. Bölüb hesablasaq. Bunu yəqin ki, adi kəsir kimi verib, ya onluq kəsir kimi veribdir. Yəni biz bunu onluq kəsir kimi də yaza bilərik. Bu olacaq 1,125 çıx 5. O da olacaq -3,875. Yəni bunu onluq kəsir kimi də göstərə bilərsiniz, adi kəsir kimi də. Bu tip suallar çox düşür həm 11-ə, həm də 9-un buraxılışına.